Xarici diplomların tanınması müvəqqəti olaraq dayandırılacaq. Səbəb nədir? Fasilə hansı tarixlərə əhatə eləyəcək? Suallara cavabı Rəqsanə İbrahimzadə verəcək. Rəqsanə, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Belə sizin də vurğuladığınız kimi, yəni xarici diplomların tanınması məsələsi hələlik bir müddət dayandırılacaq. Gələn ilin yanvar ayına qədər və təbii ki, xarici diplomların, xarici təhsil alıb gələn şəxslərin ölkəmizdə diplomlarının tanınması məsələsi bəzən problemli ola bilir, tanınmaya bilir və təbii ki, bu məqamlara təhsil alıb gələn şəxslər xüsusilə diqqət yetirməlidir. Bəs indiki məqamda səbəb nədir? Nəyə görə məhdudiyyət qoyulub? Bununla bağlı informasiyaları isə qonağın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdürü Rövşən Nəzərovdan alacaq informasiyaları xoş gördük. Buyurun, təfərrüatları sizdən işləyək. Salam, hər vaxtınız xeyir olsun. Mən ilk növbədə sizə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfindən yayılan məlumatın vətəndaşlarımıza və ictimaiyyətimizə daha operativ və çevik çatdırılmasında xidmətləriniz üçün təşəkkür etmək istəyirəm. Eyni zamanda məlumunuz Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkə başçısı tərəfindən üzərimizə qoyulan mandat əsasında bizim fəaliyyət istiqamətlərimizdən biri də xarici kvalifikasiyaların tanınması ilə bağlıdır. Biz xarici kvalifikasiyaların tanınmasını müəyyən qaydalar, hansı ki, ölkə başçısı tərəfindən müvafiq fərmanla təsdiq olunub, o qaydalar əsasında həyata keçiririk və bu qaydalardan irəli gələrək vətəndaşlarımız bizə ekspertizaların, sənədlərin ekspertizalarının təmin edilməsi məqsədi ilə ərizələrlə müraciət edirlər. Vətəndaş məmnunluğunun eyni zamanda vətəndaş rahatlığını nəzərə alaraq biz son illərdə xüsusilə elektron müraciət sistemi yaratmışıq və vətəndaşlarımız əlavə zaman və resurs sərf etmədən sadəcə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinə daxil olaraq öz müvafiq ərizələrini bizə elektron qaydada təqdim edirlər və bundan sonra biz onların ərizələrini, ekspertizasını həyata keçiririk. Elektron müraciət sistemində mütəmadi olaraq tərəfimizdən vətəndaş məmnunluğunun artırılması, eyni zamanda sistemin daha effektiv işləməsi üçün bizim tərəfimizdən mütəmadi olaraq texniki məsələlərlə bağlı, dəstək ilə bağlı fəaliyyət həyata keçirilir. Bununla bağlı bu ildə istisna deyildir. Biz bu il, yəni 16 dekabr 2025-ci il tarixindən 2 yanvar 2026-cı il tarixinə qədər elektron müraciət sistemi vasitəsilə ərizələrin qəbulunu dayandıracağıq və vətəndaşlarımızdan bu nüansı nəzərə alaraq müraciətlərini ən gecə 16 dekabr 2025-ci ilə qədər təqdim etmələrini xahiş edirik və nəzərə alsınlar ki, bu tarixdən sonra bu il ərzində vətəndaşlarımızdan ərizələrin qəbulu həyata keçirilməyəcəkdir. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün. Elə aydın oldu ki, hazırda bu istiqamətdə işlər görülür və 16 dekabr tarixindən etibarən texniki işlər aparılacaq. Məhz elə bu səbəbdən dolayı 2 dekabr tarixinə qədər xarici diplomların tanınması prosesi həyata keçirilməyəcək və müraciətlər qəbul edilməyəcək və bu baxımdan da elə insanlar bu məqama diqqət etsinlər. 16 dekabr 2 yanvar tarixlərində bu prosesə məhdudiyyət tətbiq edir. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı ətraflı şəkildə bizimlə bölüşdüyünə görə.